Son vaxtlar məktəblərdə şagirdlər arasında aqressiv davranışların və münaqişələrin artması ciddi narahatlıq doğurur. Xüsusilə son bir həftə ərzində ictimaiyyətə məlum olan 2 neqativ hadisə baş verib. Belə hallar təlim-tərbiyə sistemindəki boşluqların göstəricisi kimi dəyərləndirilir. Mövcud vəziyyət isə bir sualı aktuallaşdırır. Məktəblərin tərbiyəsində kim daha çox məsuliyyət daşıyır? Valideyn yoxsa müəllim? Qarşılıqlı olmalıdır. Evdə valideyn, məktəbdə də müəllimlər. Tərbiyə evdən başlayır. Evdə olan söhbəti məktəbə daşımamaq lazımdır. Məktəbdə olan söhbəti də evə daşımamaq lazımdır. Qarşılıqlı çözüm olunmalıdır. Tək evdə olmur da, uşaq evə axşam gəlir, dərsdən çıxır. Düşünürəm ki, həm valideyn, həm müəllim bu işlə məşğul olmalıdır. Müəllim 45 dəqiqə ərzində həm tərbiyə, həm dərsi necə sığdıra bilər? Məncə sığdıra bilər. Bizdə də elə olubdu da. Müəllimdən uşaq çox şey götürür. Məktəbdə tərbiyələndirmə biz nətə tərbiyələnmişik? Məktəbdə dilənçi baxılmalıdır. Əsasən də evdən çıxardanda uşağa başa salmalıdır valideyn. Müəllimin sözünə qulaq asmağı, yəni dərsini oxumağın zadına hər şey buna asılıdır. Əlbəttə ki, valideyn. Çünki tərbiyə ailədən başlayır. Müəllimlər də onları yönətməlidirlər də. Təhsil məsələləri üzrə ekspert Vəfa Vəliyeva bildirir ki, məktəblilər arasında xoşagəlməz halların artmasında həm valideynlərin, həm məktəb kollektivinin, həm də ümumilikdə cəmiyyətin rolu böyükdür. Onun sözlərinə görə şagirdlərin tərbiyəsi ilə bağlı məsuliyyəti yalnız məktəbin üzərinə qoymaq düzgün yanaşma deyil. Məktəb axı tərbiyə ocağı deyil. Yəni elm verir, məktəb təlim verir. Təlim məktəblə, müəllimlə, şagird arasında bilik və bacarıq öyrənilir. Tərbiyə isə sırf şəxsiyyətin formalaşması gedir. Və bu şəxsiyyətin formalaşması isə hardan gəlir? Ailədən gəlir. Təhsillə bağlı olan hər bir şeydə məktəbi günahlandırırıq. Amma baxın, nəzərə alın ki, Azərbaycan Konstitusiyasında da deyir ki, ailə nədir? Özəkdir. Uşağa tərbiyəni valideyn verir və onun borcudur. Ekspert deyir ki, tərbiyənin əsası ailədə qoyulur, amma bu prosesdə məktəbin də mühüm rolu var. Belə ki, şagirdlər arasında münaqişələrin azalması üçün məktəblərdə psixoloqların və təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin fəaliyyəti nəzərdə tutulsa da, onların sayının az olması bu tədbirlərin effektivliyini məhdudlaşdırır. Bugün normal, deməli adekvat olan ailələr var ki, onlara dəstək lazımdır. Bunun üçün mənə elə gəlir ki, ən azından bir məktəbin 2000 şagirdi varsa, əgər minimum orada ən azından 2 yaxud da 3 psixoloq olmalıdır. Tərbiyə işləri üzrə isə direktor müavinləri, baxın, onların yükü o qədər ağırdır ki, bugün onların yükünü, məsələn, yenə də misal gətirirəm ki, 2000 şagirdi olan bir məktəbin bir təlim-tərbiyə üzrə dərs müdirəsi əlbəttə ki, azlıq təşkil edir. İmtahanlarla bağlı, summativlərlə bağlı onlar o qədər yüklüdülər ki, mənə elə gəlir ki, bunun da sayı artırılmalıdır və ən önəmlisi cəmiyyət, ailə və məktəb. Bu birləşməsə, biz daha pis nəticələr əldə edəcəyik. Psixoloq Narınc Rüstəmova bildirir ki, bəzən valideyn evdə daha dəcəl olan övladından narahat olur, sakit uşağı isə avtomatik olaraq tərbiyəli hesab edir. Onun sözlərinə görə bu yanaşma düzgün deyil, çünki uşağın sakit görünməsi emosiyalarını düzgün idarə etdiyi anlamına gəlmir. Bəzən sakitlik onları çox qorxutmur, amma vuran, qıran, dalaşan uşaqlar olanda valideynlər tez təlaşa düşürlər. Psixoloq yardım alırlar, məktəbə gedirlər, amma uşaq içinə qapanıq olanda valideyn bunu təmkin və sakit övladım var deyə sevinirlər. Amma əksinə deyir, fırtına öncəsi səssiz idi bu.